Əbu Salih rəvayət edir ki, bir dəfə Allah elçisi ona Allahın salavat və salamı olsun dedi. Görəsən qardaşlarımla nə vaxt görüşəcəm? Dedilər, ey Allahın elçisi, məgər biz sənin qardaşların deyilmiyik? O buyurdu, siz mənim səhabələrimsiniz. Qardaşlarım isə ümmətimdən məni görmədən mənə iman gətirib, məni təsdiq edənlərdir. Sonra Allah elçisi ona Allahın salavatı və salamı olsun, onlara dedi. Yaradılmışlardan iman baxımından ən qəribə olanlar kimlərdir? Səhabələr dedilər, Allahın mələkləridir. O buyurdu, onlar Rəblərinin yanında ola-ola niyə iman gətirməsinlər ki? Səhabələr dedilər, onda peyğəmbərlərdir. O buyurdu, onlara vəhy gəldiyi halda niyə də iman gətirməsinlər ki? Səhabələr dedilər, peyğəmbərlərin səhabələridir. O buyurdu, Allah peyğəmbərləri onların yanında ola-ola niyə də iman gətirməsinlər ki? Lakin onlar ümmətimdən məni görməyib, özlərinə Rəbləri tərəfindən bir kitab gətirilən, ona iman gətirən və onu təsdiq edən qövmdür. Beyhəqi, Dələil əl-Nubuvvə, 6-cı cild, 538-ci səhifə.